Qatələl cundiyul cəsusə. Əskər casusu öldürdü. Bu bizdə məlum feildir, qatələ. İndi bunu çevirəcəyik, demək məhsula. Qatələ feil mazi məlumdur, yəni keçmiş zaman feilin məlum növü. Əl-cundiyyu faildir, əl-cundiyyu adlı halında olacaqdır. Çünki buna biz gələcəkdə buna keçəcəyik. Xəbər mübtədada deyəcəyik buna. Qatələ xəbər, əl-cundiyyu mübtəda, yəni fail. Demək, qətələ feili heç vaxt mübtədaya təsir eləyə bilməz. Qatələl cundiyyə demək olmaz. Çünki mübtədadır. Amma məf'ula təsir eləyəcək, yəni vasitəsiz tamamlığa təsir eləyəcək. Qatələ öldürdü. Kimi? Əskər kimi öldürdü? Casusu öldürdü. Demək, əl-casusə vasitəsiz tamamlıq olacaq, müəyyənlikdədir və təsirlik halındadır. Təsirlik halında. İndi keçək, qatələni çevirək qutiliyə. Qutiləl casusu. Bax, burada nə baş verdi? Bax, burada vasitəsiz tamamlıq, təsirlik halında olan vasitəsiz tamamlıq, burada naib-i failin yerinə keçir, olur əl-casusu. Qutiləl casusu. Demək, casus öldürüldü. Kimin tərəfindən öldürüldü? Məlum deyil. Sonra, fəhimət tilmizud durusə. Şagirdlər dərslərini başa düşdü. Demək, burada fəhimə başa düşdü. Kim başa düşdü? Şagird.